bu həngamələrin baş səbəbkarı kimi sayılan şeytandan danışmasaq, istəmirəm verilişimiz yekunlaşsın. Onu da bir yad eləyək verilişimizdə. Həm klassik ədəbiyyatda da toxuna bilərik şeytan məsələsinə, rəmzlərinə. Amma ümumilikdə istəyərdim sizinlə toxunaq. Şeytanın inkar eləməyi, sonra insanların onun arxasınca getməyi. Biz axı bayaq dedik ki, təkəbbür bütün günahların başıdır. Şeytanın da ilk günahı ilə təkəbbür oldu ki, Adəmi qəbul eləmədi. Adəmi qəbul etməmək, Allahı qəbul etməmək demək deyildi. Allah qəbul edirdi. Allah ise bizə dərs verir ki, məni qəbul etmək, mənim vəliyimi qəbul etmək deməkdir. İlk buradan başladı bu qılcım. Allah Səncavıda rəhmət etsin. Onun ən böyük əsəri İblisdir. Dram əsəridir, özü də əruzda. Kimdir dram əsərini əruzda yazın? Səncavı rəhmətli. Özünün orada İblis təqdim edir. Arif adlı orada bir personaj olur ona. Deyir, mən şimdi bir ateş fəqət əvvəlcə mələkdim. Diqqət elə sözə bax. Mən indi bir daha odam. Əvvəl mələk idim. Mən şimdi bir ateş fəqət əvvəlcə mələkdim. Sözə bax. Həb xaliqə təsbih idi, təqdis idi, neyim? Virdim. Zikrim yox, zikr olmayıb onda. Dillə virdim. Onu da salı bax. Zikrim də desəydi, onsuz da elə zey qafiyədir. Amma zikrim də gedərdi. Virdim. İlk öncə mələklər məni təsdiq ediyordu. Adəm kimi bir sayğısız axır ləkə vurdu. İndi yerdə ağlına bax, deyir, alçalmadı, yüksəldi fəqət şöhrət-i şanım. Allah elə bir zikr olunur, namı nişanım. Və Arif o personajın fərqini də adama deyir də, insana deyir ki, Arif, mənə baxsan demə, o hala qapıldın, vahmə. Biçarə çocuq. Çocuk da, niyə? Çünki bu Adəmdən də əvvəl oldu. Biçarə çocuq, sən də mi iblisə tapıldın? İndi sözə bax, deyir, dahilər, bütün dahilər. Ulul əzm. Ulul əzm bir sözdə 5 peyğəmbər. Ulul əzm nəbilər belə məndən heç vəc ilə təxrisi girib etməzlər. Məndən yaxa qutara bilməyiblər. Hamısı ilə vuruşmuşam. Stajım var mənim. Sən məni unutursan, mən səni unutmuram. Mən hər yerdə varam. Deyir ki, İblis o böyük ad, nə qədər canibi heyrət. Niyə? Hər ölkədə, hər dildə anılmaqla o şöhrət. Hər kulübədə, kaşanədə, viranədə İblis. Həb Kəbədə, bütxanədə, meyxanədə İblis. Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət. Hər kəs mənə aciz qul ikən bəslərə davət, lakin məni təhqir edən ey əbləh-ü miskin, olduqca mükəlləf sənə bil, nəfs-i lə'inün. Nəfsdən yerişir. O cəsus o nəfsdir. İblisin insan içərisində bir cəsusu var. Olduqca mükəlləf sənə bil, nəfs-i lə'inün, pəncəmdə dəmaqdən əzilib qıvrılacaqsan, daima ayaq altında qalıb məhv olacaqsan. Niyə? Mən sizə əmin ol, sizə rəhbərlik edən var, qan püskürən, ateş soğuran kinli krallar, şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər, altın və qadın düşkünü divanə bəbəklər, min hilə quran türki siyasilərə hər an, məzhəb ayıran, yol çıxaran, xadimi ədyan, din xadimlər, onlara da qatdanlar, bütün onlar sizi çiynətməyə kafi, bəsdir. Kafi sizi qəhr etməyə, məhv etməyə kafi. Mən tərk edirəm sizlərə əl'an. Nəmə lazım? İstifa verir. Heçdən gələrək heçliyə getməkdə imasın. İblis nədir? Zümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? İblis. Deməli, özü insan nədir? Kim nədir bilə? Ona nə deyir? Yəni ki, heç o kim sualına da cavab vermir. O qədər gözəl bunu yaradıb ki, hər o incəliyinə toxunub ki, Allah rəhmət etsin ona. İblisin insanın içərisində olan cəsusu ki var, o şərait yaradır. Mən ki, misal çəkmişdim, o samolyot gəlib
Şəhərin ortasında tosatlıq eləməyəcək. Harda ona şərait yaradımsan, yəni binaya eləyəcək. Aeroport oradadır. Ona görə insanın nəfsi şərait yaradır şeytana. Ondan sonra başlayır həngamə. Amma bütün istər nəfs ola, istər şeytan ola, bunların hamısı lazımdır. Niyə lazımdır? Mübarizə üçün. Bu mübarizə olmasa inkişaf olmayacaq. Bu mübarizə inkişaf üçündür.